Everestdə qalxan alpinistlər deyir ki, yolda yüzlərlə cəsəd görürlər. Siz belə hallarla rastlaşdınızmı? Hansı hissləri keçirdiniz? Biri mənim gözümün qarşısında getdi. O yuxarı tərəfdə idi. Rasiya ilə işarə gəldi ki, səs gəldi ki, gedir. Şerpanın biri qışqırır ki, gedir, düşdü. Baxdıq ki, deyəsən Hindistanlı idi, səhv eləmirəmsə, ölüm zonasına dönən yerdədir. Orada da belə bir dırmanış var və mütləq şəkildə o dırmanışda biz sığortalı oluruq, karabinlər var, xüsusi quruqlardır, kəndirə birləşir. Mən dəqiq bilmirəm, o irişməmişdi, yoxsa nə hadisə baş vermişdi. Onun küləyin sürəti onu apardı. Hara düşdü, hara getdi, hansı vəziyyətdə öldü, bundan bizim xəbərimiz olmadı. Google search eləsəz görəcəksiniz ki, Everest dağıdır, ağappaqdır və qırmızı bayraqlar işarələnibdir və altdan da qeyd olunubdur ki, bu bayraqların altında cəsədlər var. Hətta biz cəsədlərin üstündə də gedirik, xəbərimiz yoxdur. Çünki qar örtüyü var. Bir yerdə var idi ki, hansısa alpinistin çantası idi, ipə birləşik formada qalmışdı. O alpinist yoxdur, yəqin ki, sürüşüb gedibdi. Və biri də tam zirvəyə çatanda, o çox məşhurdur. Bunu bütün alpinistlər görür. Çünki o dar yerdə, demək olar ki, elə həmin o cəsədin üstündən biraz addımlayıb keçirsən. Orada bir an oldu ki, mən o cəsədə biraz yaxınlaşdım. Çünki gözləmə var idi. O fürsətdən istifadə elədim. Bax, belə baxdım, o alpinistə baxdım ki, oturub və o vəziyyətdə, donuq vəziyyətdədir. Papağın altından küləkdən onun kişi idi, ağ, bozumtul saçları küləkdə əsirdi və o donuq vəziyyətdə orada qalırdı. Və mən onun üzərindən sadəcə olaraq soyuq şəkildə keçib getdim. Çünki mən bölüşürəm ki, mən çox dağlara getmişəm, çox zirvələrə getmişəm. Həmişə oradan dönəndə özümü dağlardan qayıtmış kimi hiss edirdim. Amma bu dəfə ölümdən qayıtmış kimi, müharibədən qayıtmış kimi hiss edirdim.